Nifrət nitqi nədir? Bir insanı və ya qrupu onların dini, milliyyəti, irqi, cinsi və ya digər kimliyinə görə təhqir edən, alçaldan, yaxud ayrı-seçkilik edən söz, yazı və ya davranış. Birləşmiş Millətlər Təşkilatı nifrət nitqini belə tərif edir. Harada gördünüz bunları çırpın. Çırpın. Nasist Almaniyasında yahudilərə, 1994-cü il soyqırımı ərəfəsində Ruandada tutsilərə və ötən əsrdə ABŞ-da Ku Klux Klan tərəfindən Afroamerikalılara qarşı aparılan təbliğatlarda nifrət nitqinə rast gəlinib. 2010-cu illərdə Suriyalı qaçqınların Avropaya axını zamanı bir çox Avropalı siyasətçilərin çıxışlarında islamofob fikirlərin artması da buna nümunədir. ABŞ-da Prezident Donald Trumpın ölkəyə qanunsuz gələn miqrantları cinayətkarlar, adam öldürənlər, ruhi xəstəxanadan qaçanlar adlandırması xeyli insan tərəfindən nifrət nitqi olaraq görülür. Onun 2015-ci ildə mitinqdə çıxış edərkən əlilliyi olan New York Times müxbirini parodiya etməsi hələ də xatırlanır. Bəs nifrət nitqi necə tənzimlənməlidir? Nifrət nitqi müxtəlif ölkələrdə fərqli şəkildə tənzimlənir. Bu tənzimləmələr ölkələrin ifadə azadlığına yanaşmasından, hüquqi sistemindən və tarixi təcrübəsindən asılı olaraq dəyişir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ifadə azadlığını təmin etsə də, bu azadlıq ictimai və milli təhlükəsizlik, digərlərinin şərəf və layiqətinin qorunması kimi hallarda məhdudlaşdırıla bilər. Məsələn, Almaniyada yahudilərə qarşı törədilmiş Holokost soyqırımının inkarı, nasist simvollarının yayılması və irqçilik ağır cinayət sayılır. Cinayət Məcəlləsinin 130-cu maddəsi xalqı qızışdırma adlı xüsusi maddə ilə bu nitqi qadağan edir. Fransa və Böyük Britaniyada da irq, din və seksual orientasiyaya əsaslanan nifrət nitqinə qarşı qanunlar mövcuddur. ABŞ-da isə nifrət nitqi qanunla birbaşa qadağan edilmir. Bu, ABŞ-ın Avropadan əsas fərqidir. Nifrət nitqi yalnız zorakılığa açıq çağırış və təhdid niyyəti daşıyırsa hüquqi məsuliyyət yarada bilər. Məsələn, bir qrupa qarşı onları öldürün demək qanun cəhətdən məsuliyyət yaradır. Amma sadəcə mənim onlardan zəhrəm gedir kimi ifadələr qorunur. Azərbaycanda nifrət nitqi konsept olaraq geniş müzakirə olunmasa da, bunun nümunələrinə siyasi-ictimai diskursda tez-tez rast gəlmək mümkündür. LGBT fərdlərinə qarşı işlədilən leksikon buna parlaq nümunədir. 2021-ci ildə Sevinç Hüseynova adlı Instagram influenceri queerlərə, xüsusilə Nuray adlı transgender qadına qarşı zorakılıq çağırışları edirdi. Nurayın cansız bədəni həmin ilin avqustunda Qaradağ rayonunda tapılmışdı. Növbəti il Hüseynovanın hədəflərindən daha biri, jurnalist və LGBT fəalı Əvəz Hafizli eyni aqibətlə üzləşdi. O, əmisi oğlu tərəfindən bıçaqlandı. Azərbaycan Konstitusiyasında və Cinayət Məcəlləsində irqi, milli, dini, sosial və başqa zəminlərdə düşmənçiliyin təşviqatını qadağan edən maddələr var. Buna baxmayaraq, Hüseynova heç vaxt nifrət nitqinə görə məsuliyyətə cəlb olunmadı. Həmin vaxt məsələ ilə bağlı şikayətinə görə Dövlət Təhlükəsizlik Xidmətinə çağırılan feminist fəal Gülnara Mehdiyevaya deyilmişdi ki, onlar LGBTQ icmasını qorumaq üçün heç bir tədbir görə bilməzlər. Çünki LGBTQ Azərbaycan qanunlarına uyğun olaraq sosial qrup kimi təsnif edilmir. Başqa qruplara qarşı da nümunələr mövcuddur. 2016-cı ildə Milli Məclisin deputatı Aslan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıları Adxod, yəni tullantı adlandırmasına həm Rusiyadan, həm də başqa ölkələrdən yaşayan azərbaycanlılar etiraz etmişdi. Azərbaycanda nifrət nitqinin ən çox hədəfi olan qruplardan biri də ermənilərdir. Ermənifobiya halları ölkə hakimiyyətinin ilk adamından tutmuş ən sıravi vətəndaşların nitqlərinə qədər qarşılaşmaq mümkündür. Ermənistan və ya ermənilərin müzakirə olunduğu demək olar ki, istənilən sosial media postunun şərhlərində bu qrupa qarşı ermənifobiya elementlərinə rast gəlmək mümkündür. Eyni addım Azərbaycanla bağlı paylaşımlarda ermənilər tərəfindən yazılan şərhlərdə də müşahidə edilir. Azərbaycanda nifrət nitqi ilə bağlı ayrıca hüquqi akt olmasa da, Cinayət Məcəlləsində böhtan, təhqir və düşmənçiliyin təşviqatı kimi maddələr var. Lakin bunlar illər ərzində nifrət nitqi ilə mübarizədə ya yetərli olmayıb, ya da yetərincə icra olunmayıb.